bərnamədə sizinlə İsa Məsihin lap mühüm təlimlərindən biri haqqında danışacağım. Onun evlənmək və boşanmaq haqqında verdiyi təlimlərdir. Bilirsiniz, niyə dedim İsa Məsihin və demədim Məsihiyyətin? Çünki bu günlər bütün dünya bu mətləb barədə səhv bir yolda gedir. Qərb ölkələri doğru ki, Məsihi bölgələr tanınırlar. Amma nə deyim ki, İsa Məsihin dediyi sözlərdən çox uzaq düşüblər. Və elə fərhənglər, elə mədəniyyətlər qurublar ki, iffət yolundan çox azmış və Tanrının məhəc meyarlarından çox uzaq düşmüşdür. Və bunların hamısından daha da çox elə evlənmək və boşanmaq haqqındakı dəyərlərdən uzaq düşüblər. Nə deyim ki, şərq ölkələri də bu dəyərlərdən azıblar. Məsələn, elə öz məmləkətimizə bir baxın. Görün necə təzə üzlü iddia edirlər ki, arvad xaylağının mənsəbini göyə qədər çatdırıblar. Halbuki əməldə onu bir kənizə döndərib, siğə kimi yollarla onların namusunu talan edirlər. Və nə deyim ki, yazıq xalqımız yoxsulluq üzündən belə bir girdaba özünü batırıb. Amma müsibət burada başa gəlmir. Qərb ölkələrinin səhv yollarını kopi etmiş ailələr məmləkətimizdə evliliklərini iffətsiz yollara salıb hər gün avadanlarını yıxırlar. Və bu arada benava uşaqlar, onların başına nə gələcək elə indidən bəllidir. Onların həyatını ehtiyat gözləyir, depresyon gözləyir, intihar gözləyir. Amma bu, Tanrının insan üçün istədiyi, əzizlərim, deyil. Qoyun Tanrının bu haqda nə istədiyini sizə İsa'nın ağzından nəql edin. Qoyun Mərqusun rəvayət etdiyi İncildən bir qismət sizə oxuyun. Mərqus belə yazır. Fərisilər İsa'ya yaxınlaşıb, onu imtihan etmək üçün soruşdular. Aya kişiyə icazə verilib ki, arvadını boşasın? İsa cavab verib onlara dedi. Musa sizə nə əmr edib? Dedilər, kişiyə icazə verib ki, boşanma kağızı yazıb arvadını boşasın. İsa onlara dedi, daş ürəkli olduğunuz üçün Musa belə bir əmri sizə yazdı. Lakin xilqətin başlanışından Tanrı onları kişi və arvad yaratdı. Bu səbəbdən kişi ata-anasından ayrılacaq və arvadına yapışacaq və ikisi bir bədən olacaqlar. Elə ki, artıq iki bədən yox, bir bədən olacaqlar. Onun üçün Tanrının birləşdirdiyini insan ayırmasın. Evdə cinə şagirdlər bu barədə ondan soruşdular. İsa onlara dedi, hər kəs arvadını boşayıb özgə bir arvadla evlənsə, arvadının haqqında zina edir. Arvad da əgər ərindən boşanıb özgə bir kişi ilə evlənsə, zina edir. Gəlin İsa'dan soruşulan bu iki sual haqqında biraz düşünək və İsa'nın nəzərini araşdıraq. Birinci sualı Yahud alimlərinin ağzından eşidirik. Aya kişiyə icazə verilib ki, arvadını boşasın? Yahudilərin arasında boşanma barəsində dərin bir ixtilaf var idi. Bu ixtilaf
iki nəzər üstünə qurulmuşdu. Biri Hilal Rabbinin nəzəri üstünə, o birisi də Şimmay Rabbinin nəzəri üstünə. Hilal və Şimmay Yahud xalqının iki mühüm alimi idilər. Şimmay Rabbinin təlaq barədə çox bərk baxışı var idi. Və Musa Peyğəmbərin Təsniyə kitabının 24-cü fəsil 1-ci ayəsinə mütabiq təlim verirdi ki, boşanmaq üçün lazımdır ki, evlilikdə böyük bir xata baş vermiş olsun. Təsniyə kitabında dediyim ayə belə deyir. Kimsə bir arvadı alıb, evlilik zamanı onda utandırıcı bir şey tapdığı üçün arvadı bəyənməsə, boşanma kağızı yazıb əlinə versin və evindən göndərsin. Amma Hilal Rabbinin bu mətləbə çox səthi bir baxışı var idi. Və o zaman Hilalin bu yüngül, bu səthi baxışı Yahudilər arasında çox daha mərsum olmuşdu. Hilal deyirdi ki, kişi arvadını hər səbəbə görə boşaya bilər. Gerçi Hilal özü də buna işarə edirdi ki, səbəb gərək naşayis bir şey olsun. Lakin bu naşayis sözünü geniş bir şəkildə təfsir edib, arvadın kiçik bir xatasına da şamil edirdi. Məsələn, əgər arvad yeməyi yandırardı ya da qiyafəsinə görə ərinin ona olan sevgisi artıq aradan gedərdi, bunların hamısı naşayist hesab olunurdu və arvadın boşanmasına yer açırdı. Necə ki görünür, fərisilər də Hilalin bu səthi baxışına inanırdılar. Bunu onların etdiyi o sualdan rahatca anlayırıq. Aya kişiyə caizdir ki, arvadını hər səbəbə görə boşasın? Onlar soruşurdular. Başqa bir sözdə bu adamlar bunun dalınca idilər ki, görsünlər İsa bu iki məktəbdən hansını təsdiq edəcək? Bərk baxışı, yoxsa yüngülünü? Rəbb İsa'nın onlara verdiyi cavab üç mətləbə şamil olur və əgər onları bir-bir araşdıraq, mətləbi daha da rahat anlayacaq. Bunların hər üçündə İsa'nın baxışı din alimlərinin baxışı ilə fərq edir. Birinci mətləb budur. Fərisilərin baxışı o səbəblər üstünə dikilmişdi ki, boşanmağı təsdiq edirdi. Halbuki İsa'nın baxışı evliliyin bünövrəsinə baxırdı. Onların sualları elə qurulmuşdu ki, İsa'nı məcbur etsin ki, boşanmaq haqqında müvəccəh səbəblər bəyan etsin. Onlara desin ki, kişi nə səbəblərə görə, nə şəraitlərə görə arvadını boşaya bilər. Aya bir səbəb yetər, yoxsa neçə səbəbə ehtiyac var? Həm də aya səbəb nə olur olsun? İsa'nın bu suala verdiyi cavab əslində cavab deyildi. İsa onların sualı cavabında, onların nəzərini Tanrının kəlamına çəkir. Onun yaradılış kitabına çəkir, həm də insanın xilqətinə ki, kişi və arvad yaranmışdılar. Həm də evliliyin paya və bünövrəsinə. Bu bünövrə bunun üstünə qurulmuşdu ki, kişi ata-anasından ayrılacaq, öz arvadına yapışacaq və onlar bir bədən olacaqlar. Müqəddəs kitabın bu tərifində görürük ki, evlənmək inhisaridir. Deyir, kişi öz arvadına həm də daimidir. Öz arvadına yapışacaq. İsa din alimlərinə dediyi bu sözdə evliliyin
bu iki hissəsi üstündə təkid edir. Əvvəl bu ki, onlar artıq iki yox, bir bədəndirlər. Sonrası da Tanrının bir etdiyini insan ayırmaz. Buna görə Rəbb İsa'nın baxışına görə evlənmək ilahi bir nihaddır və bu yolla Tanrı iki insanı bir edir. İnsanlara lazımdır ki, təzə bir ailənin quruluşu üçün ata-analarından ayrılsınlar və yapışıb bir olsunlar. İsa'nın bu sözü qabağında ki, evliliyin daimi bir şəkildə olduğunu təkidlə deyirdi, din alimləri bu sualı İsa'nın qabağına qoydular. Əgər belədir, bəs nə üçün Musa əmr etdi ki, arvada bir boşanma kağızı verib onu boşasınlar? İsa dağbaşındakı xətabəsində də din alimlərinin təlim verdiyi həmən sözə işarə edir. Din alimləri Musa Peyğəmbərin dediyi sözü səhv başa düşmüşdülər. Onların bu səhv düşüncələrinin səbəbi onun üçün idi ki, onlar Tanrının kəlamının əsl mənasına, əsl məqsədinə əsla diqqət etmirdilər. Onların təkidləri boşanma kağızı üstündə idi. Elə bil ki, bu boşanma kağızı bu mətləbdə rahi həllin lap mühüm qismətidir. Təzə, boşanma kağızı və boşanmağı da Musa Peyğəmbərin verdiyi əmr düşünürdülər. Amma əgər Musa Peyğəmbərin Təsniyə kitabının 24-cü fəslinə diqqətlə baxsaq, görəcəyik ki, Musanın dediyi başqa bir şey idi. Hər şeydən əvvəl bu ki, Musa burada şərti bir şəkildə danışır. Musa burada bu fəslin 1-ci ayəsindən 4-cü ayəsinəcək belə deyir. Bir kişi evləndikdə, əgər arvadında naşayis bir şey tapsa və əgər ona boşanma kağızı verib onu boşasa və o arvad onun evini tərk etsə və əgər o arvad təzədən evlənsə və əgər ikinci əri də ona boşanma kağızı verib onu boşasa ya da əgər ikinci ər evlənsə, o zaman onun boşadığı birinci ər onunla təzədən evlənməyə icazəsi yoxdur. Görürsünüz? Bu ayələrdə gələn məqsəd budur ki, qoymasın birinci ər təzədən gəlib boşadığı arvadla evlənsin. Bunun səbəbi əlbəttə ki, aydın deyil. Lakin əgər arvadın naşayisliyi onu o qədər napaç etmişmiş ki, onu boşamağa yetərli görünürmüş, elə bu səbəbdə yetərli dəlil olardı ki, kişi eləyə bilməsin boşadığı arvadla təkrar evlənsin. Hər halda bu əmrdən məqsəd bu idi ki, kişiyə tələsik bir qərar verməkdən mane olsun. Ya da arvadı mühafizət etsin ki, artıq ondan sui istifadə olunmasın. Bu məmnuiyyətin səbəbi nə olur olsun, bizə mühüm olan budur ki, bu ayələrdə gələn tənha hökm budur ki, qoymasın arvadını boşadığı ki, onunla təkrar evlənsin. Burada ərlərə heç bir hökm yoxdur ki, ona dayanaraq arvadlarını boşasınlar. Hətta bu haqda təşviq üçün belə
heç bir mətləb yoxdur. Əksinə, bu ayələrdə gələn mətləb budur ki, əgər bir zaman boşanmaq doğrudan da lazım görünsə, o zaman rah-i həll budur ki, belə etsinlər. Belə bir vəziyyətdə, belə bir rah-i həllə çox da rəğbətsiz bir şəkildə icazə verilib və təhəmmül olunub. Lakin gəlin görək, İsa, Musa Peyğəmbərin verdiyi qanun haqqında din alimlərinə nə cavab verir? İsa buyurur ki, onların daşürəkli, onların rəhmsiz, onların qəddar adam olduqları üçün Musa belə bir icazəni vermişdi. Tarı bəşərin zəif olduğu üçün belə bir icazəni ona vermişdi. Bu tarının istək, bu tarının iradəsi əsla deyildi. Tarı buna ancaq onun üçün icazə verdi, çünki bəşər daşürəkli olmuşdu. Buna görə də İsa buyurur, bu səbəbə görə idi ki, Musa sizə arvadlarınızı boşamağa icazə verdi. Amma İsa bu sözün arxasında tarının əsl məqsədinə işarə edib belə deyir. Amma başlanışdan belə deyildi. Beləcə, aydınca görünür ki, hətta tarının bu haqda verdiyi icazədə evliliyin əsl payası ilə cür gəlmir. Din alimlərinin etdiyi üçüncü səhv bu idi ki, onlar boşanmağı çox yüngül bir şey sayırdılar. Lakin İsa bu mətləbi o qədər ciddi sayır ki, zina səbəbindən başqa heç bir səbəbə görə belə bir icazəni vermir. Və təzədən evlənməyi də zina çağırır. Bu, o nəticədir ki, İsa'nın din alimləri ilə etdiyi mübahisədən hasil olur və elə həmən bu mübahisənin nəticəsi də dağ başındakı xətabədə gəlib. İndi gəlin İsa'nın bu iki hissədə dediyi iki mətləbi bir araşdıraq. Dağ başında etdiyi xətabədə İsa belə deyir. Amma mən sizə deyirəm, hər kəs ki arvadını zinadan başqa özgə bir səbəbə görə boşasa, onu zinaya salır. Hər kəs də ki boşanmış arvadla evlənir, onunla zina edir. Və din alimləri ilə etdiyi mübahisədə də belə deyir. Sizə deyirəm, kim arvadını zinadan başqa özgə bir səbəbə görə boşayıb, ayrı bir arvadla evlənsə, zina edir. Zahirən elə fərz olunur ki, boşanmış adamlar, həm kişi, həm də arvad təzədən evlənəcəklər. Çünki əgər arvad təzədən evlənməsəydi, artıq bu söz ki, onu səbəbsiz boşamaq onun zinaya düşməsinə səbəb olur, doğru çıxmazdı. Kişinin bu əməli ancaq o zaman bu nəticəni gətirərdi ki, arvad təzədən ərə getsin. Buna görə də əgər istəsəm İsa'nın dediyi sözünü çox da sadə bir şəkildə deyəm, söz bu olacaq. Hətmən eşidibsiz ki, din alimləri Musa Peyğəmbərin Təsniyə kitabının 24-cü fəsil 1-ci ayəsinə işarə edib, bir səbəb dalınca axtarırlar ki, beləcə kişilərə icazə verilsin ki, istədikləri zaman hər səbəbə olur olsun, arvadlarını boşasınlar. Yetər ki, onlara boşanma kağızı versinlər ki, onların boşanmış olduqlarını beləcə görsətsin. Amma mən sizə deyirəm, kişi tərəfindən belə bir qeyri-məsul iş bais olacaq ki, həm özü, həm də arvadı gələcəkdə evləndikləri adamlarla elə bir rabitəyə girsinlər ki, o rabitə artıq evlilik yox, zinadır.
bu əslə ancaq bir istisna var. Boşanmaq və təzədən evlənmək ancaq o zaman ola bilər ki, cinsi bir günah evlilik rabitəsini qırmış olsun. Ancaq belə bir günahdır ki, Tanrının 10 fərmanında gələn 7-ci əmri qırmayıb boşamağa yol açar. Təzədən evlənmək də insanı zina günahına batırmaz. İsa'nın sözünü belə sadə bir şəkildə demək olar. Bəs nə üçün bu müqəddəs şey indi belə bir girdaba düşüb? Bu barədə sayısız kitablar yazılıb, məqalələr yazılıb. Həqiqət budur ki, insanlar evliliyi bir yol güman edirlər. Deyirlər, yol keçmək üçündür, müvəqqəti bir şey. Kimsə istəmir ki, yol üstündə dayansın. Və boşanmaq ancaq bu keçimə qanuni bir şəkil verir. Amma bu, Tanrının modeli ilə fərq edir. Tanrı evliliyi bizim xoşbəxt olmağımız üçün qoyub. İnsanı yaradan o özüdür və o insanın necə xoşbəxt olmasını doğrudan da yaxşı bilir. İndi öz evliliyimizi, ətrafımızda olan evlilikləri bir düşünün və özünüzdən bunu soruşun. Aya mən xoşbəxtəm, aya onlar xoşbəxtdirlər? Əgər cavab xeyirdir, güman edirəm onun səbəbini yaxşı bilir.